Messi'nin qol çəkdiyi topdur. 48 ildir ki, dünya çempionatları mənim üçün xüsusi bir bayramdır. Mənim həyatım 4 illiklərə bölünür. Çempionatdan çempionata. Hər evimə gələn olanda gətirib göstərirəm. Futbol muzeyimi. Bu 70-ci ilin topudur. Bu 74, 78, 82. Bu kitab bizim uşaqlığımızda çox populyar bir kitab idi. Mənim üçün futbol elə həyat deməkdir. 48 ildir ki, dünya çempionatları mənim üçün xüsusi bir bayramdır. Hər 4 ildən bir dünya çempionatı başlayanda mən çalışıram bir aylıq bütün işlərimi atım qırağa, oturum mümkün qədər çox oyuna baxım. Futbola sevgimin əsas səbəbkarları Braziliya olub, Pele olub. Birinci dünya çempionatına baxanda mənim 11 yaşım var idi. O Argentinada keçirilən 78-ci ildəki çempionat idi. Mən yüzlərlə oyunlara baxmışam. Amma ancaq bir dəfə mən ömrümdə futboldan sonra ağlamışam. Həmin oyun 82-ci ildə keçirilən o Fransa-Almaniya arasındakı yarım final idi. Sonra 86-cı ilin dünya çempionatı vaxtı mən əsgərlikdə idim. Amma anam evdə oturub mənsiz elə tək baxırdı oyunlara. Mənə də məktublarda demək olar ki, elə yazılı reportajlar göndərirdi mənə. Və 2006-cı ilin dünya çempionatı ilk çempionat idi ki, mən oyunlara tribunadan baxdım. Qardaşım oğlu ilə getdi həmin çempionata. Unudulmaz bir an idi. 2006-cı ildəki çempionatdan gələndə özümə bir top alıb gətirdim, orijinal top. Evə qayıdandan sonra fikirləşdim ki, bəlkə bir kolleksiya yığım. Onda o 70-ci ildən 82-ci ildə olan Adidas toplarının suvenir toplarını aldım. Və ondan sonra hər dünya çempionatı keçiriləndə orijinal top alıram, vururam divara. Dostlarımın xoşuna gəlir mənim kolleksiyam. Hər evimə gələn olanda gətirib göstərirəm bu muzeyimi, futbol muzeyimi. 2006-cı il, 2010-cu il, 2014, 18, 22 və əlbəttə ki, kolleksiyamın ən dəyərli eksponatı Messi'nin qol çəkdiyi topdur. Messi Bakıya gələn zamanı bu topa qol çəkib, sonra da mənə bu qardaşım oğlu mənə hədiyyə eləyib bunu. Kolleksiyamın başqa bir dəyərli eksponatı. Bu kitab bizim uşaqlığımızda çox populyar bir kitab idi. Çox çətinliklə bu kitabı əldə eləmişdim o vaxtı. Bunun içində bir Pele'nin bicycle kick etdiyi bir şəkil var. O şəkilə baxıb özüm də bicycle kick vurmağı öyrənmişdim bu şəkildən. Katarda keçirilən çempionatda mən həm açılış oyununda oldum, həm final oyununda oldum. Ümumiyyətlə 21 oyuna getdim. Elə gün olurdu ki, 2 oyuna gedirdim. Və əlbəttə ki, Messi'nin dünya çempionu olmağının, dünya kubokunu qaldırmağın şahidi olmaq, yəni elə stadiondan baxmaq elə unudulmaz bir an idi. Başqalarını futbolla xəstələndirməkdə son böyük nəticələrimdən deməli mənim balaca dostlarım 8-6-2 yaşda olan Cavad, Cəlal, Cəmil qardaşlarıdır. Valideynləri hərdən mənə narazılıqlarını bildirirlər ki, sən nə eləmirsən bizim uşaqlarımıza, bunlar futboldan başqa heç nə danışmırlar, səhərdən axşamacan elə topla oynayırlar. Bu ilki çempionata proqnozum odur ki, məncə bu il İspaniya qalib gələcək. Çünki İspaniya qədər güclü komanda mən bu dəqiqə görmürəm.